Kamran Ağayev, 8 Marcus Vidal, yaxud da qısaca olaraq Marquinhos, 10 Luis Hilario Dodo, 11 Andrea Cristea, 14 Cavid Hüseynov, 15 Ruslan Abuşov, 16 Ruslan Tağzadə, 25 Adrian Ropotan, 44 Rafael Santos, 88 Müşfiq Teymurov və 90 Ekigo Ehiosun komandanın baş məşqçisi Dorinel Muntianu'dur. Simurgun heyəti isə belədir. 1 Pavel Kapsa, 2 İlkin Qırtımov, 5 Vadim Abdullayev, 6 Samir Zərgərov, 8 Patrik Okoye Osiako, 10 Rəşad Eyyubov, 11 Dragan Çeran, 18 Tural Axundov, 20 Vietman, 26 Benjamin Eduard Lambot və 88 Marko Stojanoviç komandanın baş məşqçisi Georgi Çixradzedə. Qəbələnin futbolçuları elə ilk saniyələrdən top ələ keçirirlər. Əlbəttə ki, bu görüşdə qələbə qazanmaq istəyir meydan sahibləri. Simur hal-hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və Qəbələdən də öndədir. 13 xal var Qəbələnin, düzdür. Yalnız bir xal geri qalır rəqib komandadan, amma bugünkü görüşdə əlbəttə ki, Qəbələ qələbə qazanacağı təqdirdə daha üst pillələrə yüksələ bilər və eyni zamanda Simur da öz mövqeyini möhkəmləndirə bilər. İndi təhlükəli hücum izləyə bilərik. Dragan Çeran qapçıyla təkbədə çıxır və son anda Kamran Ağayev. Kamran Ağayev ikinci dəqiqədə komandasını real qolda ixlas edir. Daha sonra isə Çeranın təkrar zərbəsi müdafiəçi Rafael Santos'a deyərək meydandan çıxdı. Bir daha hücumun təkrarına baxırıq. Burada Ruslan Tağzadə mane ola bilmirdi. Çerana amma Kamran Ağayev qola imkan vermir. İlk təhlükəli vəziyyət Qəbələnin qapısı qarşısında yarandı. Və küncdən zərbə yerinə etiləcəyindi. Qonaq komandanın futbolçuları tərəfindən qapı qarşısına ötürmə. Dodo topu cərimə daşısına uzaqlaşdırır. Və Simur komandası hücumu davam etdirəcək. Pavel Kapsa. Uzun ötürmə irəliyə doğru. Rəşad Eyyubov topurundan mübarizə aparırdı, amma burada Ruslan Abuşov onu qabaqlayır. Qeyd edim ki, çoxdandır ki biz Ruslan Abuşovu mərkəz müdafiəçisi mövqeyində görmürdük. Hətta səhv etmirəmsə 2010, 2011 və 2011-2012-ci mövsümlərdə, yəni ardıcıl 2 mövsümdə Ruslan Abuşov Azərbaycan çempionatının ən yaxşı mərkəz müdafiəçisi seçilmişdi. Amma son vaxtlar həm milli komandada, həm oynadığı klublarda da əsasən dayaq yarım müdafiəçisi mövqeyində oynayırdı. Ümumiyyətlə, universal bir futbolçudur. Meydanda müxtəlif mövqelərdə oynamağı bacarır Ruslan Abuşov və bugün Dorinel Muntianu onu mərkəz müdafiəçisi mövqeyində oynadır. Bu da əbəs yerə deyil. Əlbəttə ki, ötən turda Qəbələ xatırlayırsa Azalla oyunda qapısından 3 top buraxdı. Həmin görüş 3-3 hesabı ilə başa çatdı və müdafiədəki problemləri hər halda daha təcrübəli olan Ruslan Abuşovla yoluna qoymaq istəyir, müdafiəni səhmana salmaq istəyir və görək bugünkü oyunda Ruslan Abuşov necə təsir bağışlayacaq mərkəz müdafiəçisi kimi. O, Rafael Santos'la birlikdə tandem təşkil edəcək. Marquinhos, Dodo topladı. Bir qədər sol tərəfə. Ruslan Tağzadə. Ropotan. Abuşov. Uzun ötürmə irəliyə doğru. Və burada topa tərəf qaçan olmadı. Pavel Kapsa. Yeri gəlmişkən Qəbələ ötən turda xal itirmişdisə, Simur öz meydanında Neftçini qəbul edirdi və həmin görüşdə 3 xal qazana bildi. Rəqibini 1-0 hesabı ilə məğlub etdi. Topaz Premier Liqasının 13-cü turuna isə qeyd edim ki, artıq daha əvvəl başlayan görüşlə start verilib. Qarabağ Azal maçından söhbət gedir və həmin oyunda turnir cədvəlinin lideri Azalı məğlub etməyi bacardı. Qarabağ 2-1 hesabı ilə qələbə qazandı həmin görüşdə. İlqar Qurbanov hesabı açdı 29-cu dəqiqədə, daha sonra Yaqublu 56-cı dəqiqədə topu öz qapısına göndərdi. Avtogol müəllifi oldu. Qarabağ 2-0 hesabı ilə önə keçdi. Rəşad Abdullayev isə 61-ci dəqiqədə yalnız təsəlli qolunu vurdu və Qarabağ 2-1 hesablı qələbə qazandı. Ekigo Ehiosun hal-hazırda topladı. Qəbələnin hücumunu izləyirik. Dodo hücumu davam etdirir. Əla ötürmə. Ekigo qapı qarşı ötürür topu və orada müdafiəçilər yaxşı oynayır. Müdafiə mərkəzində bir qədər əvvəl
Weitzman topu uzaqlaşdırmışdı. Bu isə Pavel Kapsadır. Simurq komandasının qapçısı. Qaptan zərbə ilə topu oyuna daxil edəcək. 5 dəqiqə demək olar ki, geridə qalıb. Hələlik müəyyən qədər kəşfiyyat xarakterli bir oyun izləyirik. Hiss olunur ki, Simurq əsasən əks hücumlara bel bağlayacaq. Və indi daha böyük qüvvələ irəli atılıb. Rəşad Eyyubov istiqamətində ötürmə, amma Teymurov onu qabaqlayır. Simurqun hücumu isə davam edəcək. Dragan Çeran bir qədər geriyə doğru. Lambot. Orada qayda pozulub mu? Bəli. Hakim fitini səsləndirir və Rafael Santosun qaydanı pozduğunu bildirir. Yeri gəlmişkən bugünkü oyunu Vüsal Əliyev idarə edir. Onun köməkçiləri Elman Musayev və Rıza Məmmədovdur. Ehtiyat hakimi isə Mahir Məmmədovdur. Çeranın qüvvətli zərbələrinin olduğunu əlbəttə ki, çox yaxşı bilirik və bu mövqedən cərimə zərbəsini deyəsən məhz özü yerinə yetirmək fikrindədir. Marko Stojanovic də topun yanındadır. 5 nəfərdən ibarət canlı sədd. Kamran Ağayev Qəbələ komandasının kapitanı qapısında diqqətlidir. Və hiss olunur ki, bu vəziyyətdə canlı səddə də çox güvənir. Fikir verin nə qədər cilaha doğru çəkilib və bu epizodda Kamran Ağayev qola mane ola bilmədi. Simurq hesabı açır maçın 7-ci dəqiqəsində. Qəbələ 0, Simurq 1. Yedinci dəqiqə. Stoyanoviclə Simurq hesabı açır. Standart vəziyyət və elə Neftçi ilə oyununda. Əvvəllərində fərqlənmişdi Simurq komandası. 11 metrli cərimə zərbəsindən yenə standart vəziyyət idi. Bu dəfə isə cərimə zərbəsindən Stojanovic topu qapıdan keçirir və Qəbələ hal-hazırda öz meydanında hesabda geridədir. Biz isə qolun təkrarına baxırıq. Canlı səddin üzərindən aşıra bildi topu və Kamran Ağayev qola mane ola bilmir. Əlbəttə, Kamran Ağayev də çox təcrübəli bir qapçıdır. Mövqeyini necə seçməli olduğunu çox yaxşı bilir, amma burada mənə gəlir ki, həddindən artıq qapısından, yəni özündən sağ tərəfə çəkilmişdi. Bir qədər mərkəzə doğru meyl etsəydi, bəlkə də topa daha tez çata bilərdi. Belə bir vəziyyətdə isə bir qədər gecikir Kamran Ağayev və hazırda Qəbələ 0-1 hesabı ilə geridədir. Çoxları üçün bəlkə də gözlənilməz bir qol oldu. Marko Stojanovic hesabı açdı və bundan sonra əlbəttə ki, biz daha maraqlı, daha gərgin oyun izləyə bilərik. Çünki Qəbələ bugün öz meydanda xal itirmək istəməyəcək və böyük qüvvə ilə irəli atılmağa çalışacaq. Rəqib qapısı qarşısında təzyiq yaratmaq istəyəcək və həmin hücumlardan birini indi izləyə bilərik. Dodo topladı, amma top özündə saxlaya bilmir. Qaydada pozulmayıb Ekigo və Weitzman topu meydandan çıxarır. Ruslan Tağzadə yaxətdən top oyuna daxil edir. Dodo. Bu dəfə Stoyanovic'ə deyir top. Tağzadə. Ropotan. Cavid Senov. Marquinhos top saxlaya bilmir. Osiako. Samir Zərgərov bir rəqibini keçsə də Rafael Santos onun qarşısını aldı. Samir Zərgərov ekranlarda görürsünüz. İlkin Qırtımov. Simurqun kapitanı yaxətdən top oyuna daxil edir. Dragan Çeran. Ekigo. Eosun yaxşı keçir rəqiblərini. Top meydanı tərk etməyib. Kristia. Marquinhos. Bir qədər geriyə Ropotan. Ruslan Abuşov. Cavid Senov. Əlonir Marquinhos. Ötürməsi alınmır. Osiako. Vadim Abdullayev top irəli göndərir. Rafael Santos. Ekigo Ehiosun. Tağzadə hücuma qoşulur. Ruslan Tağzadə.
Qırtımovu keçməyə çalışır. Qapı qarşısına ötürmə. Weissman səhv yol verir Ekigo. Ekigo'nun ötürməsi və son anda müdafiəçilər topu uzaqlaşdırdılar. Lambot idi. Səhv etmirəmsə son anda bəlkə də komandasını qoldan xilas etdi. Oyundan kənar vəziyyət. Yan xət hakim bayrağını qaldırmışdı. Rafael Santos top oyuna daxil etdi. Ropotan. Dodo. Ehosun. Bu dəfə yıxılır. Vüsal Əliyev isə oyunu davam etdirir. Orada heç bir qayda pozuntusunun olmadığını bildirir. Marquinhos pressing tətbiq edirdi. Stojanovic, Dragan Çeran. Rəşad Eyübov. Y'dən Eyübov topladı. Osiako. Qırtımov. Ötürmə qapı qarşısına. Rəşad Eyübovun zərbəsi alınır və Ruslan Abuşov təhlükəni sovuşturdu. Cavid Hüseynov, Ropotan və Kamran Ağayev topa sahib çıxır. Dərhal da onu oyuna daxil etdi. Ruslan Tağzadə ilə oynayır. Zədəli futbolçu var meydanda. Səhv eləmirəmsə bu Rəşad Eyübovdur. Bir qədər əvvəl top uğrunda mübarizə aparırdı. Çiynindən deyəsən xəsarət alıb və buna görə də oyundan müəyyən fasilə yaranır. Gəlin epizodun təkrarına bir daha baxaq. Yox, zədələnən futbolçu Tural Axundov idi. Hər halda ciddi bir şey yoxdur. Oyunu davam etdirə biləcək və Qəbələnin azarkeşləri ekranlara gəldi. Demək olar ki, komandanın bütün ev oyunlarında onlar öz sevimli komandalarını dəstəkləmək üçün tribunalara toplaşırlar və hal-hazırda da kifayət qədər fəaldılar. Komandalarından qol gözləyirlər. Ruslan Abuşovdan uzun ötürmə irəliyə doğru ideal alınır. Marquinhos, Dodo. Dodo zərbəsi və top qapının üstündən keçir. Küncdən zərbə olacaq. Bir daha təkrara baxaq. Dodo zərbə indirir və Osiako'ya dəymişdi top. Marquinhos yerinə yetirir standart vəziyyəti. Marquinhos ötürmə qapı qarşısına. Dodo yüksəlsə də topa zərbə vura bilmir. Bununla belə hücum davam edəcək. Məhz Simurgun müdafiəçiləri topu meydandan çıxarıblar. Cavid Hüseynov. Abuşov. Ropotan. Kristia elle oynayır. Andre Kristia. Heç də tez-tez start heyətində yer almır, amma bugün əsas 11-likdədir. Və əlbəttə ki, özünü sübut etmək üçün çox gözəl imkan düşüb əlinə və görək bundan istifadə edə biləcək ya yox. Pavel Kapsa. Dodo topladı. Tağzadə. Kristia. Ehosun. 2 nəfər var qarşısında. Ehosun. Qapı qarşısı ötürmə. Çox fəaldır bu cinahda. Ekigo Ehosun. Və Rafael Santos növbəti dəfə qaydanı pozur. Yenə də Dragan Çeran yıxılır və Rafael Santos'u yanına çağırır Vüsal Əliyev. Şifahi xəbərdarlıq etdi Braziliyalı futbolçuya və belə davam etsə əlbəttə ki, daha bir bu cür hərəkət Rafael Santos'un sarı vərəqə, ən azı sarı vərəqə almasıyla nəticələnə bilər. İdan Weissman top oyuna daxil etdi. Kamran Ağayev. Marquinhos. Və o da əllə oynayır. Buna görə də Vüsal Əliyev növbəti dəfə fitini səsləndirdi. Təcrübəli referidir Vüsal Əliyev.
Ruslan Tağzadə. Ropotan. Eden Tağzadə topladı. Ekigo. Marquinhos çox yaxşı saxlayır topu. Ropotan. Eden Marquinhos istiqamətində ötürməyə bəlkə alındı. Və nəticədə Braziliyalı futbolçu da topa çata bilmir. Bəli, yan xəttdən Simurqun oyuncuları top oyuna daxil etməlidirlər və Qəbələ hal-hazırda Qəbələ futbolçuları da böyük qüvvələ irəlidə pressing tətbiq edirlər. Rəqibin müdafiədən çıxmasına mane olmağa çalışırlar və buna müvəffəq oldular. Rafael Santos, Ruslan Abuşov. Out. Əlbəttə ki, Ruslan Abuşovun müdafiə mərkəzində oynaması müəyyən mənada Qəbələdə dayaq yarım müdafiəçilərində işinə yayrayır. Onlar daha çox irəli gedə bilirlər və əsasən də məhz Ruslan Abuşov Qəbələnin hücumlarını başlayır. Əgər hücumlara fikir verirsinizsə, tez-tez uzun ötürmələrlə komanda yoldaşlarını zərbə mövqeyinə, ümumiyyətlə hücumları başlayarkən bu cür ötürmələrdən istifadə edir Ruslan Abuşov. Və hal-hazırda Müşfiq Teymurov topladı. Onun ötürməsi irəliyə doğru. Kristiya topu yaxşı saxlaya bilmir. Ropotan, Dodo. Müşfiq Teymurov. Abuşovla oynayır. Rafael Santos. Bir qədər də sol tərəfə ötürmək olar. Ruslan Tağzadə. Çixradze futbolçuların geriyə çəkilməsini istəyir. Tağzadə isə Ehiosun'la oynadı. Marquinhos. Stojanovic. Çeran istiqamətində. Rafael Santos. Tağzadə. Səhvi yol verir ötürmə zamanı. Çeran. Simurqun daha bir təhlükəli hücumu reallaşa bilərdi, amma Müşfiq Teymurov vaxtında çatır topa. Teymurov. Osiako. Samir Zərgərov. Tağzadəni keçməyə çalışır Zərgərov və son anda Ropotan sərt bir müdaxilə edir əlbəttə ki, amma qaydalar çərçivəsində oynayır və topu meydandan çıxarır. Əlbəttə ki, bu vəziyyətdə müəyyən qədər ehtiyatlı olmalıydı. Bir qədər geciksəydi, Samir Zərgərova çox ciddi xəsarət də yetirə bilərdi. Rəşad Eyyubov. Yıxılır və hakim qaydanın pozulduğunu bildirir. Yan xətt hakiminin işarəsindən sonra. Və bəzi futbolçular Qəbələnin heyətində isim hərəkətlərində başlayıblar. Rəşad Eyyubov isə hələ ki ayağa qalxmır. Gəlin epizodun təkrarına baxaq. Bəli, burada Dodo qaydanı pozmuşdu. Qeyd edim ki, turun digər oyunları sabah keçiriləcək. Bu gün 2 oyun nəzərdə tutulub. Qarabağ Azal qarşılaşması 2-1 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşdı. Həmin oyun da İdman Azərbaycan telekanalı ilə canlı yayımlanırdı və Qəbələ Simurq maçında isə hələlik qolaqlar öndədirlər və daha bir standart vəziyyət Qəbələnin qapısı qarşısında və son anda Ruslan Abuşov topu uzaqlaşdırdı. Daha bir zərbə Kamran Ağayev. Marquinhos yenə də topa çatmır. Ruslan Abuşov bir qədər əvvəl çox yaxşı mövqe seçmişdi müdafiədə. Epizodun təkrarına gəlin fikir verək və burada komandasını qolda xilas etdi. Əlbəttə ki, belə vəziyyətlərdə təcrübə də öz sözünü deyir. Cavid Hüseynov, out. Ekigo Ehiosun yan xəttdən top oyuna daxil edəcək. Ekigo.
Cərimə daşasına tərəf ötürmə. Tural Axundov topu uzaqlaşdırır və top meydanı tərk edir. Tribunalara tərəf getdi. Ropotan daha bir ötürmə cərimə daşasına tərəf. Kristiya topa çatmır. İlkin Qırtımov. Tağzadə. Rafael Santos. Ropotan. Sağ tərəfə Müşfiq Teymurov. Dodo. Cavid Hüseynov. Topu itirir Osiako. Rəşad Eyübov. Osiako. Yerdən Eyübov istiqamətində Müşfiq Teymurov. Ruslan Abuşov. Santos. Abuşov. Ropotan. Cavid Hüseynov. Dəqiq olmur ötürməsi. Eyübov topladı. Simurgun hücumunu izləyirik. Geri oynuyor. Tural Axundov. Osiako. Weizman. Ekigo Eheosun. Çeran topa müdaxilə etmək istirdi. Eheosun yıxılır və ona qarşı qayda pozulub. Heç bir qayda pozuntusunu hələlik Vüsal Əliyev diqqətdən qaçırmır. Marquinhos, Ruslan Abuşov. Marquinhos. Tağzadə yenə hücuma qoşulub. Ekigo. İstədiyi kimi ram edə bilmədi topa. Samir Zərgərov. Çeran. İlkin Qırtımov. Yenə də fit səslənir. Bu dəfə Samir Zərgərova qarşı qayda pozulub. Topa tərəf qaçmasına imkan vermədi Tağzadə və sarı vərəq alır. Vüsal Əliyev görüşdə ilk sarı vərəqəni göstərir maçın 23-cü dəqiqəsində. Bir daha təkrara baxırıq. Bəli, Tağzadə burada rəqibin qarşısını aldı yol verilməz fəndlə və sarı vərəqə ilə cəzalandı. Weizman standart vəziyyəti yerinə yetirir. Ötürmə cərimə daşasına tərəf. Amma zərbə alınmadı. Kamran Ağayev dərhal top oyuna daxil edir. Cavid Hüseynov. Ropotan. Marquinhos. Öz işini çətinə salmışdı. Əlbəttə ki, top özündə çox saxladı. Hər halda ona qarşı qayda pozulub. Və Qəbələ hücumu davam etdirə bilərdi əgər Kristiya daha inamlı oynasaydı. Lambot, Osiako. Çeran, Osiako. Və qayda pozuldu Rəşad Eyübova qarşı. Texnikalı bir futbolçudur. Cəld bir futbolçudur Rəşad Eyübov. Və tez-tez də oyunlar zamanı qayda pozuntularına məruz qalır. Bu isə bir qədər əvvəl sarı vərəq alan Ruslan Tağzadədir. Görüşdə ilk sarı vərəqə məhz ona göstərildi. Stojanoviç yerinə yetirir cərimə zərbəsini. Stojanoviçin ötürməsi qapı qarşısına və heç kim topa toxuna bilmir. Bir daha təkrara baxırıq. Ruslan Tağzadə hamıdan tez çata bilərdi topa, amma bu epizodda ümumiyyətlə topa toxuna bilmir. Kamran Ağayev. Tağzadə. Axundov. Abuşov. Dodo. Tağzadə. Dodo. Geri oynuyor. Kamran Ağayev.
Abuşov. Yenidən Ağayev. Bu dəfə qüvvətli zərbələ topu irəli vurdu. Dodo. Ehosun. Yenidən Dodo topladı. Sürət yığır. Braziliyalı futbolçu Luis Hilario Dodo. 2 nəfər var qarşısında və topu ondan almaq mümkün oldu. Samir Zərgərov Simurqun növbəti hücumunu başlayır. Stojanovic və Eyyubov bir-birlərini düzgün başa düşmürlər. Kamran Ağayev. Abuşov. Ropotan. Santos. Tağzadə. Ropotan. Kristia. Abuşov. Cavid Hüseynov. Marquinhos. Marquinhos'dan gözəl hərəkətlər. Marquinhos'un zərbəsi yaxşı alınmadı. Və hakimin qərarı küncdən zərbə olacaq. Elə Marquinhos özü yerini yetirməlidir. Gol sədaları səslənir. Tribunalarda yerli azarkeşlər Qəbələdən qol gözləyirlər. Standart vəziyyət yerinə yetirilir. Marquinhos'un ötürməsi qapı qarşısına Pavel Kapsa. Weizmann. Vadim Abdullayev. Osiako. Lambot. Abuşov topu ələ keçirir. Və Rafael Santos'la oynayır. Tağzadə. Marquinhos. Uzun ötürmə. Sağ tərəfə Hüseynov istiqamətində Cavid Hüseynov. Osiako. Çeran. Stojanovic. Rəşad Eyyubov. Bu dəfə sağ cinahda topu qəbul edir. Stojanovic, Dodo. Rafael Santos. Ropotan. Dodo ilə oynuyor. Dodo'dan sol tərəfə. Ruslan Tağzadə. Santos. Ropotan. Cavid Hüseynov və ötürmədə daha bir səhv. Rəşad Eyyubov. Stojanovic. Yaxşı düşünmüşdür. Rafael Santos ötürmənin qarşısını kəsir. Vadim Abdullayev. Axundov. Dragan Çeran. Zərgərov. Osiako. Sağ tərəfdən Qırtımov hücuma qoşulmaq istəyirdi. Və bu epizodda diqqətli oynuyor. Rəqibin hücumunu pozdu, amma Marquinhos topu ələ keçirmək istəyir. Orada top uğrundan mübarizə və ona qarşı qayda pozulur. Ropotan topladı. Sol cinaha ötürmə. Və Tağzadəyə top çatmır. Hər halda ötürməyə görə komanda yoldaşına minnətdarlığını bildirir. İlkin Qırtımov. Stojanovic topu itirir. Ehosun. Və o da ötürmədə səhv yol verdi. Eyyubov. Ehosun topu komandasına qazandırır. Sona qədər mübarizəni davam etdirdi bu epizodda. Və növbəti qayda pozuntusu bu dəfə Marquinhos'a qarşı. Vadim Abdullayev kobudluq edir. Cərmə zərbəsi yerinə yetirəcək. Qəbələ komandasının futbolçuları Ruslan Abuşov və Marquinhos topun yanındadılar. Hər halda
müzakirə edirlər. Hazırda cərimə zərbəsinin necə yerinə yetirəcəklərini. Ruslan Abuşovun, Marquinhos'un eləcə də qüvvətli zərbələri var. Və buradan birbaşa qapıya doğru zərbə indirmək olar. Marquinhos və top qapıdan aralı keçir. Dəqiq olmadı Marquinhos'un zərbəsi. Pavel Kapsa da bu zərbəyə sanki hazır değildi. Bununla belə top qapının üstündən keçdi. Tural Axundov. Çeran. Müşfiq Teymurov. Cavid Hüseynov. Marquinhos. Xətlər arası əlaqə sanki bir qədər axsıyır. Qəbələ komandasında ötürmələr zamanı səhvlər tez-tez olur və hal-hazırda da növbəti hücumunu reallaşdırır. Hər halda ərazi üstünlüyünü ələ keçirib hal-hazırda meydan sahibləri və kəsərli hücumlar qurmağa çalışırlar. Eosun topa tərəf qaçır. Ekigo Dodo istiqamətində dəqiq olmur. Tağzadə. Marquinhos. Dodo. Eosun. Qırtımovun qarşısındadır. Eosun. Qapı qarşı ötürmə. Yenə də topu uzaqlaşdırma mümkün oldu. Dodo yenidən onu qapı qarşısına göndərmişdi. Ropotan. Kristia. Ropotan. Müşfiq Teymurov. Cavid Hüseynov. Topu özündə saxlaya bilmir. Simurq komandasının sürətli əks hücumu alına bilərdi, amma vaxtında müdaxilə etdi Ruslan Abuşov. Eyyubov. Osiako. Yaxşı ötürməkdir mərkəzə doğru. Stoyanoviçdən sağ tərəf İlkin Qırtımov. Yıxıldı. Müvazinəti saxlaya bilmir. Sürüşdü ayağı bu epizodda. Ümumiyyətlə qeyd edim ki, bugün gün ərzində demək olar ki, fasilələrlə də olsa yağış yağır Qəbələ şəhərində və bu da müəyyən qədər düzdür, meydanın vəziyyəti demək olar ki, çox yaxşı vəziyyətdədir bu yağışlı havaya baxmayaraq. Amma əlbəttə ki, yağış davam etdikcə meydan da sürüşkən olur və bir qədər əvvəl İlkin Qırtımov da fikir verdisə sürüşdü və deyəsən xəsarət də alıb ayağından. Ekigo Ehosunu görsə ekranlarda mövsümün əvvəllərində əsas heyətdə o qədər də çox görünmürdü. Amma səhv etmirəmsə Sumqayıt Loyn idi. Həmin görüşdə komanda hesabda geridə idi və Ehosunun meydana çıxmasından sonra komanda qələbə qazanmağı bacardı və böyük rol oynadı həmin qələbədə Ehosun və bundan sonra demək olar ki, biz tez-tez Ekigonu start heyətində görürük. Samir Zərgərov yan xətdən top oyuna daxil etdi. Osiako. Stoyanoviç. Osiako. Vadim Abdullayev. Tural Axundov. Dragan Çeran. Eyyubov. Tural Axundov. Qapı qarşı ötürmə. Və daha əvvəl isə bayraq qalxmışdı oyundan kənar vəziyyət. Ropotan. Cavid Hüseynov geri oynuyor. Ruslan Abuşov. Komanda yoldaşlarından heç biri özünü təklif etmirdi və Abuşovdan uzun ötürmə Eosun istiqamətində dəqiq oldu. Amma Eosun topu özündə saxlaya bilmir. İlkin Qırtımov. Abuşov. Cavid Hüseynov. Marquinhos. Teymurov. Ropotan ona yaxınlaşır. Dodo. Yenidən Ropotan topladı, önündə boşluq var. Marquinhos. Ekigo!
Çox gözəl bir gol izləyə bilərdik. 2 gol zərbəsi dəqiq olmur. Bir daha baxırıq. Topu saxlamadan qapıya göndərmişdi, amma Pavel Kapsa. Küncdən zərbə olacaq. Marquinhos yerini etirir. Ötürmə qapı qarşısına və yenə də zərbə vuran tapılmadı. Abuşov. 2 gol zərbə ola bilər və bu dəfə ümumiyyətlə zərbə yaxşı alınmadı. Ardıcıl 2 təhlükəli vəziyyət Simurqun qapısı qarşısında və hər iki epizodda da ekranlarda gördüyünüz Ekigo Eheosun diqqət mərkəzinə düşdü. ...36-cı dəqiqə gedir Qəbələ Simurq oyununda. Qonaqlar 1-0 hesabı öndədirlər. 7-ci dəqiqədə Stojanovic cərimə zərbəsindən gözəl qol vurdu. Bu epizodda isə Rəşad Eyübova qarşı qayda pozulur Müşfiq Teymurov tərəfindən. Və yenə də Stojanovic yerinə yetirəcək cərimə zərbəsini. Görək bu dəfə də birbaşa qapıya doğru zərbə indirəcəkmi? Hər halda məsafə kifayət qədər uzaqdır. Hakim işarəsini verdi. Stojanovic. Bəli, birbaşa qapıya doğru və top qapının üstündən keçir. Kamran Ağayev. Komanda yoldaşlarının irəli getməsini gözləyir. İlkin Qırtımov. Ekigo Eheosun. Qayda pozulmayıb, oyunu davam etdirmək lazımdır. Marquinhos, Kristia və topu uzaqlaşdırmaq yenə də mümkün oldu. Abuşov. Cavid Hüseynov. Əla oynayır. Dodo. Dodo zərbəsi. Kapsa. Daha bir zərbə ola bilər. Marquinhos. Gecikdi bir qədər. Ekigo topu özündə saxlaya bildi. Marquinhos. Elle oynuyor. Yoxsa bu Kristia'dır. Bəli, Kristia elle oynuyor. Bir daha baxırıq təkrara. Bəli, topu elle saxlamışdı və buna görə də hakim oyunu saxladı. Midan Weizman. Zərgərov. Dragan Çeran. Zərgərov. Zərgərov. Hələ ki topu özündə saxlayıb. Çeran. Zərgərov. Yoxdur oyundan kənar vəziyyət. Zərgərov. Uzaq küncə doğru ötürmə. Və Kamran Ağayev. Sol cinahlı oynadı. Marquinhos. Marquinhos üçün bir qədər bəlkə ötürmə oldu. Dragan Çeran. Osiako. Çeran. Əla ötürmə irəliyə doğru. Oyundan kənar vəziyyət. Yox idi deyəsə oyundan kənar vəziyyət və Stojanovic bu cür fürsətdən yararlana bilmir. Təkrara baxmaq lazım idi. Burada offside var idimi? Xeyr, Ruslan Tazadə bir qədər gecikib. Burada Stojanovic Rəşad Eyübova ötürmək istəyirdi topu. Və Eyübov deyəsən komanda yoldaşından bu ötürməni gözləmirdi. İkinci qol vurmağa çox yaxın idi Simurq, amma bu cür imkandan 2 nəfər Kamran Ağayevlə təkbətək qalmışdılar. Kamran Ağayevlə üzə qalmışlar, amma bundan istifadə edə bilmədilər. Kapsa səhv yol verir, amma ikinci cəhddə də topu tutdu. Bu dəfə Pavel Kapsa diqqət mərkəzinə düşür. Hər iki qapı qarşısında 1 dəqiqə ərzində 2 təhlükəli vəziyyət və hər iki epizodda da qol vurmaq olardı. Ekigo Eheosun yenə də topladı. Geriyə oynuyor. Dodo. Eheosun və gol! 40-cı dəqiqə Qəbələ 1, Simurq 1. Eheosunun fəallığı öz bəhrəsini verdi. Bu dəfə artıq Kapsa da qola mane ola bilmir.
Əlbəttə ki, yenə də həmin o yazılmayan qanun, həmin o prinsip işə düşür. Vurmayana vurarlar. Simurq bir qədər əvvəl demək olar ki, 100% imkandan yararlana bilmədi. Qəbələ isə Ehosunun bu gözəl zərbəsi ilə hesabı bərabərləşdirir. Müdafiəçilər üçün də, Kapsa üçün də gözlənilməz oldu. Ümumiyyətlə demək olar ki, topu yalnız son anda görə bildi və buna görə də reaksiya verə bilmir. Müdafiəçilər qapçının qarşısını kəsirdilər. Çox hiləgər bir zərbə idi Ekigo Ehosun tərəfindən. Və mərkəzdən oyuna başlayan kimi Simurq komandası yenidən hesabda önə keçmək istəyirdi, amma zərbə istənilən kimi olmadı. Kamran Ağayev topu oyuna daxil edəcək. Qarşılıqlı qollar var Qəbələdə. Dodo. Marquinhos. Yenidən Dodo istiqamətində dəqiq olmur. İlkin Qırtımov. Ropotan. Ağayev. Abuşov. Daha uzun ötürmə irəliyə doğru. Ehosun nə qədər çalışsa da topa çata bilmir. Tural Axundov yan xəttdən top oyunu daxil edir. Ropotan. Santos. Kristia. Cavid Hüseynov. Ötürmə qapı qarşısına. Zərbə Marquinhos tərəfindən alınmır. İlkin Qırtımov. Samir Zərgərov təhlükəli əks hücum qura bilər Simurq. Bir qədər əlbəttə ki, topla daha cəhd davrana bilsələr, amma bu ötürmə dəqiq olmadı. Hüseynov. Dodo topu buraxır. Ruslan Tağzadə. Out. İlkin Qırtımov. Zərgərov. Osiako. Stojanoviç. Dragan Çeran. Zərbə üçün imkan axtarırdı, amma bu imkanı ona yaratmır. Qəbələnin müdafiə xətti Ropotan topu meydandan çıxardı. Axundov. Weizman. Lambot. Osiako. Yenidən Lambot. Osiako. Vadim Abdullayev sağ tərəfə ötürür topa. İlkin Qırtımov. Top saxlaya bilmir. Ruslan Tağzadə yan xəttdən top oyuna daxil etməlidir. İlk hissə yavaş-yavaş sona yaxınlaşır. 1-1 hesabla bərabərlik var və sanki hesab bərabərləşəndən sonra komandalar da bir qədər sakitləşiblər. Daha çox oyun meydan mərkəzində gedir. Weizman. Rəşad Eyübova top çatmır. Ropotan. Cavid Hüseynov. Marquinhos. Marquinhos. Ehosun. Cavid Hüseynov. Cavid Hüseynovun zərbəsi. Lambota dəyir top. Tural Axundov. Ropotan. Abuşov. Dərhal sağ tərəfə. Kristia. Dodo. O da top özündə saxlaya bilmir. Dragan Çeran. Stojanoviç. Stojanoviç irəlir. Qapıya doğru zərbə. Kamran Ağayev. Santos və Kamran Ağayev topu tutdu. Abuşov.
İlk hissədə son hücum imkanı ola bilər. Mənə elə gəlir ki, Vüsal Əliyev 1 dəqiqədən artıq vaxt əlavə etməyəcək. Çünki ilk hissədə dayanmalar o qədər də çox olmayıb. Abuşovun ötürməsi irəliyə doğru Ekigo Eosun. Bu dəfə sağ cinahda topu qəbul edir. Eosun keçə bilmədi rəqibini. Axundov. Bəli, 1 dəqiqə əlavə onları ilk hissəyə. Eyyubov. Topu itirdi. Müşfiq Teymurov. Dodo. Cavid Hüseynovla oynayır. Hüseynov. Ötürmə və Dodon zərbəsi alınmadı. Akrobatik bir zərbə indirmək istəyirdi topa. Luis Hilario Dodo. Stojanovic. Mərkəzə tərəf ötürmə. Eyyubov. Zərgərov. Osyako. Və artıq ilk hissənin final fitini səsləndirmək olar. İlk 45 dəqiqə əlavə olunan 1 dəqiqədə yekunlaşdı. Beləliklə Qəbələ Simurq oyununda ilk 45 dəqiqədə 2 gol izlədik və hal-hazırda hesab 1-1-dir. Komandalar fasilə yollanırlar. Fasilədən sonra isə yenidən canlı yayımız davam edəcək, hörmətli tamaşaçılar. Hələlik. Qazana bilir. Oyun baxımından da müəyyən qədər irəliləyiş var və hələlik Çixradze də işinə davam edir. Qeyd edim ki, bu oyuna qədər Simurq komandası turnir cədvəlinin 4-cü sırasında qərarlaşmışdı. Beləliklə ikinci hissə başlayır. Dəyişiklik yoxdur heç bir komandanın heyətində. Mən bir daha start heyətləri isə təqdim etmək istəyirəm. Qəbələ 1 Kamran Ağayev, 8 Markus Vidal və yaxud da Marquinhos, 10 Luis Hilario Dodo, 11 Andrei Kristia, 14 Cavid Hüseynov, 15 Ruslan Abuşov, 16 Ruslan Tağzadə, 25 Adrian Ropotan, 44 Rafael Santos, 88 Müşfiq Teymurov, 90 Ekigo Eosun, komandanın baş məşqçisi Dorinel Munteano'dur. Və Simurq komandası 1 Pavel Kapsa, 2 İlkin Qırtımov, 5 Vadim Abdullayev, 6 Samir Zərgərov, 8 Patrik Osyako, 10 Rəşad Eyyubov, 11 Dragan Çeran, 18 Tural Axundov, 20 İdan Weizman, 26 Benjamin Lambot və 88 Marko Stojanovic. Komandanın baş məşqçisi Georgi Çixradzedir. Qəbələnin hücumunu izləyirik. Dodon zərbəsi və top qapının üstündən keçir. Marquinhos'un gözəl ötürməsi. Dodo dəqiq zərbə indirə bilmir. İkinci hissəyə qolla başlaya bilərdi Qəbələ. Pavel Kapsa qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Oyunun baş hakimi Vüsal Əliyevdir. Onun köməkçiləri Elman Musayev və Rıza Məmmədov, ehtiyat hakimi isə Mahir Məmmədovdur. Dorinel Munteano bir qədər əvvəl ekranlara gəldi. Artıq oyunu ayaq üstə izləyir. Daim öz futbolçularına təlimatlarını verir. Tural Axundov topladı. Sağ cinaha ötürmə. Tağzadə, Stojanovic topu tərəf qaçır, out. Stojanovic. Dodo. Tağzadə. Marquinhos. Dodo. Eosun. Marquinhos. Cavid Hüseynov. Dodo. Dərhal sağ tərəfə Müşfiq Teymurov. Marquinhos. Tural Axundov Cavid Hüseynov'u qabaqlayır, amma Qəbələnin hücumu davam edir. Müşfiq Teymurov yan xəttdən top oyuna daxil etdi. Meydanda ikinci top var. Buna görə də hakim oyunu saxlayır və out-u yenidən yerinə yetirmək lazımdır. Yoxsa mübahisəli top. Bəli, Vüsal Əliyev bildirir ki, topu yenidən rəqibə qaytarmaq lazımdır və topu meydandan çıxardı. Samir Zərgərov hal-hazırda isə Marquinhos hücumu davam etdirirdi və komandasına küncdən zərbə qazandırır.
Marquinhos yerinə yetirdi. Ruslan Abuşov qapı qarşısı ötürmə. Və daha bir küncdən zərbə olacaq. Bir qədər geridən hücuma qoşulmuşdur Ruslan Abuşov. İndi isə cərimə meydançasına tərəf gedir. Hətta deyərdim ki, cərimə meydançasına hələ daxil olmayıb. Mənə gəlir ki, bu vəziyyətdə qaydan topa da zərbə indirmək haqda düşünə bilər. Amma Cavid Hüseynov indi mərkəzdədir. Abuşov isə artıq rəqibin cərimə meydançasındadır. Top gözləyir. Marquinhos'un ötürməsi Santos istiqamətində. Müdafiəçilər diqqətli oynayırlar. Rəşad Eyübov. Qırtımov. Kapsa. Dodo. Müşfiq Teymurov. Cavid Hüseynov. Ötürmə irəliyə doğru. Dodo yüksəlir, topa çatmır. Weizmann. Və hakim bildirir ki, qayda pozulub. Bir daha təkrara baxırıq. 50 oyun var idi burada. Buna görə də Vüsal Əliyev görüşü saxlayır. Tağzadə. Ropotan. Abuşov. Sol cinaha uzun ötürmə. Ekigo istiqamətində. Weizmann. Dragan Çeran. Osiako. Rəşad Eyübov. İlkin Qırtımov hücuma qoşur. Eyübov. Tağzadə. Ropotan. Osiako. Rəşad Eyübov yenidən topladı. Eyübovun ötürməsi yenə də alınmır. Müşfiq Teymurov. Cavid Hüseynov. Weizmann hava mübarizəsindən qalib ayrıldı. Ehiosun, Dodo. Luis Hilario Dodo. Çox saxlan top özündə. Rəşad Eyübov. Dragan Çeran. Samir Zərgərov sol cinahdan hücuma qoşulur. Eyübov isə topu itirdi. Abuşov. Ropotan. Cavid Hüseynov. Marquinhos. Müşfiq Teymurov. Marquinhos. Əla hərəkət Marquinhos'dan, amma keçə bilmədi rəqiblərini. Qapıdan zərbələ görüş davam etdiriləcək. İkinci hissə əvvəllərində də hələlik Qəbələ topla daha çox oynayır. Pavel Kapsa. Samir Zərgərov. Tağzadə qaydanı pozur. Hər iki komandanın ehtiyat oyuncular sırasında olan bəzi futbolçular isim hərəkətlərinə başlayıblar. Ümumiyyətlə qeyd edim ki, Qəbələdə bugün qapçı Anar Nəzirovdan başqa Elvin Camalov, Sadiq Quliyev, Yazalde Pinto, Pavel Farkaş, Bəxtiyar Soltanov və Mütəllibov Tellur ehtiyat oyuncular sırasındadır. Simurgun bu hücumun izləyək. Qapı qarşısı ötürmə Ruslan Abuşov. Diqqətli oynayır müdafiədə, küncdən zərbə olacaq. Simurqda isə Amil Ağacanov, Lukaş Tresnak, Əli Gökdemir, Stefan Polyak, Oruç Balaşlı və Kənan Müslümov ehtiyat oyuncular sırasındadır. Stojanovic küncdən zərbəni yerinə yetirəcək. Görüşdə hesabı açan futbolçu. Weizmann və Kristi arasında kiçik bir gərginlik. Vüsal Əliyev bu gərginliyi sakitləşməyə çalışdı. Stoyanovic'in yerlə ötürməsi və zərbə alınmadı. Out. Qəbələnin oyuncuları yerinə yetirəcəklər. Bir də təkrara baxırıq. Rafael Santos topu uzaqlaşdırmışdı.
Weizman. Çeran. Ropotan. Sarı vərəqə Ropotana. Dragan Çerana qarşı qaydanı pozdu. Və Vüsal Əliyev növbəti dəfə bu oyunda sarı vərəqə göstərir. Təkrara bir daha baxırıq. Adətən topa girərkən məhz bu cür sərt oynuyor Ropotan. Və bu dəfə hakim onu bağışlamadı. Sarı vərəqə. Adrian Ropotan. Stojanovic yerinə yetirməlidir cərimə zərbəsini. Məsafə kifayət qədər uzaq olsa da 3 nəfərdən ibarət canlı sədd qurulub. Stojanovic. Stojanovic və Kamran Ağayev. Təkrar zərbə Kamran Ağayev. 2 dəfə ardıcıl olaraq komandasını qoldan xilas etdi. Və dərhal da topu ilə daxil etmək istəyir. Çox qüvvətli bir zərbə. Kamran Ağayev topu önünə qaytardı. İkinci zərbə və yenə də Kamran Ağayev. Gol epizodunda Stoyanovic'in zərbəsinə mane ola bilməsə də bu dəfə komandasını real qoldan xilas edə bildi Kamran Ağayev. İlkin Qırtımov. Rafael Santos topu meydandan çıxardı. Küncdən zərbə bu dəqiqələrdə Simorq bir qədər fəallaşıb və daha çox hücum etməyə başlayıb. Dragan Çeran, Lambot təhlükəli oyunculardır. Weizman da rəqibin cərimə daşçasındadır. Stoyanovic'in ötürməsi və təhlükəli əks hücum qurmaq olar indi. Ekigo Ehoson, Marquinhos sağ tərəfə meyl etdi. Marquinhos yerdən Ehoson'la oynamaq istəyirdi Tural Axundov. Qırtımov, Weizman, Dragan Çeran. Yıxılır və yenə də ona qarşı qayda pozulub. Adrian Ropotan tərəfindən dərhal top oyuna daxil etdi Simurqun oyuncuları. Qapı qarşısı ötürmə, Santos. Səhv yol verir Santos, amma zərbə alınmadı. Samir Zərgərov istədiyi kimi topa toxuna bilmir. Kristia. Qarşılıqlı hücumlar izləyirik. Oyundan kənar vəziyyət yoxdur. Çox təhlükəli hücum ola bilər. Cavid Hüseynov. Hüseynovun zərbəsi Pavel Kapsa. Bu dəfə Kapsa komandasını qoldan xilas etdi. Tural Axundov. Tağzadə. Marquinhos. Axundov. Osiako. Tələsmir Osiako. Lambot. Axundov. Çeran. Osiako. Sağ canaha ötürmə boşluğu çox yaxşı gördü. Santos. Tağzadə. Dodo. Və əllə oyun. Dragan Çeran tərəfindən və növbəti sarı vərəqə məhz ona göstərildi. Topu əllə önünə atmışdı Dragan Çeran. Və hakimin qərarı ilə də özü də tam razıdır. 58-ci dəqiqə Qəbələ 1, Simurq 1. Bir qədər əvvəlki epizodun təkrarı Samir Zərgərov bu epizodda topa istədiyi kimi toxuna bilmir. Burada isə Cavid Hüseynov təhlükəli zərbə endirmişdi. Pavel Kapsa topu geri qaytardı. Ardıcıl 2 təhlükəli hücum izlədik. Abuşov tələsir artıq Qəbələ. Dərhal yan xəttdən top oyuna daxil etdi Kamran Ağayev. Rafael Santos. Abuşov. Karyerasına demək olar ki, karyerasının əvvəllərində alışdığı bir mövqeyə qayıdıb bugün Ruslan Abuşov.
mərkəzdə oynayır və vaxtilə məhz mərkəz müdafiəçisi kimi böyük uğurlar qazana bilmişdi. Və hətta 2 dəfə də Azərbaycan çempionatının ən yaxşı mərkəz müdafiəçisi seçilmişdi Peşəkar Futbol Liqası tərəfindən. Bundan sonra isə uzun müddət idi o daha çox dağ yarım müdafiəçisi mövqeyində oynayırdı və bugün yenidən Muntiano baş məşqçi onu mərkəzdə oynadır. Qəbələnin heyətində dəyişiklik Yazaldı Pinto meydana çıxdı Andre Cristian əvəzinə. Hücum xəttini gücləndirir Dorinel Muntiano. Cristian bugünkü qarşılaşmada ümumiyyətlə 58 dəqiqə ərzində heç nə əleyhətdə qalmadı. Weissman. Lambot. Tural Axundov. Mərkəzlə oynayır. Çeran. Dragan Çeran da maraqlı bir simadır. Maraqlı bir hücumçudur. Mərkəz hücumçusu kimi demək olar ki, əlinə düşən fürsətləri tez-tez qola çevirə bilir. Amma hücumun sivri ucunda oynamasına baxmayaraq, yəni taktiki düzülüşdə tez-tez geriyə qayıdır və komandasının hücumlarının qurulmasında da böyük rol oynayır. Tez-tez fikir versəz, onu meydanın mərkəzində görmək mümkündür. Müşfiq Teymurov. Ötürmə cərimə meydançasına tərəf Pinto istiqamətində Bərkan'da. Qırtımov. Dodo. Dodo irəliyir. 2 rəqibini keçdi və ayağa qalxmaq lazımdır. Qayda pozulmayıb. Bir daha epizodun təkrarına baxaq. Dodo. Weissman mübarizəsi və Vüsal Əliyev bu epizodda qaydanın pozulmadığını bildirdi. Tural Axundov. Lambot. Eyyubov top saxlaya bilmir. Müşfiq Teymurov yan xəttdən top oyuna daxil edir. Bir qədər geriyə. Ruslan Abuşovla oynayır. Abuşov. Ötən turda Azal'la qarşılaşmada meydana çıxa bilməmişdi Ruslan Abuşov. Cəzalı olduğuna görə komandasına kömək edə bilmirdi. Qırtımov. Abuşov soyuqanlı şəkildə topu qapçı Kamran Ağayev ötürür. Ağayev. Abuşov. Yazaldı Pinto. Marquinhos. Cavid Senov. Dodo. Dodo yedən Cavid Senov. Dodo. Osiakonu əla anladır. Sağ tərəf ötürmə. Müşfiq Teymurov. Qapı qarşısına göndərir topu. Qırtımov. Yedən İlkin Qırtımov topladı. Samir Zərgərovun ötürməsindən sonra Ropotan çatmır topa. Tural Axundov. Eyyubov. Rəşad Eyyubovun ötürməsi cərimə daşçasına tərəf. Tağzadə az qala səhv yol verəcəkdi və Rafael Santos topu cərimə daşçasından uzaqlaşdırdı. Lambot. Marquinhos. Bugün o da yaxşı təsir başlayır. Ehosun istiqamətində ötürmə. Ekigo. Ekigo Ehosun. Zərbə endirir və top Qırtımova dəydi. Osiako. Çeran. Osiako. Çeran istiqamətində. Dragan Çeran qarşısında Ruslan Abuşov. Çeran cərimə daşçasına daxil olmaq istəyirdi. Qapı qarşı ötürmə Kamran Ağayev. Yenə də düzgün mövqe seçdi Ağayev və bu dəfə Stojanoviçin fərqlənməsinə imkan vermir. Top düz qapçının üstünə gəldi. Cavid Senov. Yazaldı Pinto. Son anda Weissman. Zərgərov. Rəşad Eyyubov. Eyyubov.
Müşfiq Teymurovu keçməyə çalışır. Yəqin ki, indi gerdən dəstəyi gözləyəcək və komandasına küncdən zərbə qazandırdı. Kamran Ağayev bir qədər əvvəl də qapısında diqqətli oynadı. Və Simurqun heyətində bir qədər sonra dəyişiklik olacaq. Əli Gökdəmir meydana çıxmağa hazırlaşır. Və görək kimi əvəzləyəcək. 10 nömrəli futbolçu Rəşad Eyyubovu. Böyük ehtimalla yarım müdafiənin sol canında çıxır edəcək. Əli Gökdəmir bəlkə də hücuma daha yaxın oynayacaq. Hər halda bu dəqiqələrdə Rəşad Eyyubovun daha zəif təsir başladığını düşünür yəqin ki baş məşqçi Çıxradze və onu əvəzləyir. Biz isə Simurqun hücumunu izləyirik. Weizman topu itirir. Marquinhos. Dodo istiqamətində. Dodo keçir rəqibini asanlıqla. Dodo. Qırtımov ona qarşı mübarizə aparır və sərt oyun, sarı vərəqə olacaq burada. Bəli. Açıq-aşkar burada kobud oyun var idi Qırtımov tərəfindən. Dodo artıq onu keçirdi və sarı vərəqəyə də layiq idi. Bu hərəkət sarı vərəqəyə layiq idi. Cavid Hüseynov yerinə yetirəcək cərimə zərbəsini. ...66-cı dəqiqə gedir görüşdə. Təhlükəli ola bilər. Belki Efsal Əliyev işarəsini verdi. Cavid Hüseynov geri oynuyor. Abuşov ötürmə qapı qarşısına. Zərbə ola bilər. Santos və Yazaldı Pinto'ya değən top meydandan çıxır. Ev tapşırığı Qəbələ futbolçuları tərəfindən uğurlu alınmadı. Tağzadə. Dodo. Qayda pozur. Və Qəbələnin heyətində daha bir dəyişiklik olacaq bir qədər sonra. Bir qədər əvvəlki epizodun təkrarına baxırıq. Dodo qayda pozur Dragan Çerana qarşı. Bəli, dəyişiklik. Qəbələnin heyətində növbəti əvəz etmə. Ekigo Eosun komandanın hələlik yeganə qolunun müəllifi meydanı tərk edir. Və onu Elvin Camalov əvəzləyir. ...19 yaşlı gənc futbolçu. Tural Axundov. Dragan Çeran. Qapı qarşı ötürmə. Və burada heç kim topa toxunmur, out. Təhlükəli almışdı, fikir verin. Səhv etmirəmsə burada top hətta azacıq da olsa qapı trenə də toxunmuşdu. Tağzadə. Bu dəfə Rafael Santos cərimə zərbəsi yerinə yetirəcək. Topaz Premier Liqasında 13-cü turun oyunu artıq bir görüş başa çatıb. Qarabağ Azalı 2-1 hesabı ilə məğlubiyyətə uğradıb və bugünə nəzərdə tutulan digər oyun Qəbələdə keçirilir. Meydan sahibləri Simurqu qəbul edirlər. Azərbaycan televiziyasında canlı yayımla bu qarşılaşmanı
izləyir hörmətli tamaşaçılar. Hesab 1-1'dir. Qəbələnin hücuma. Müşfiq Teymurov. Abuşov. Camalov. Yenidən Ruslan Abuşov. Camalov. Ropotan. Cərim meydançasına göndərir topu. Yazaldı. Alınmadı zərbə. Pavel Kapsa dərhal sağ canlı oynayır. Samir Zərgərov. Və bunu zərbə də adlandırmaq bir qədər çətindir. Samir Zərgərov bu məsafədən zərbə indirməyə qərarına gəldi və top qapıdan xeyli aralı keçir. Kamran Ağayev. Abuşov. Ağayev. Qüvvətli zərbə ilə top irəli vurur. Lambot. Abuşov. Out. Müşfiq Teymurov. Abuşov. Daha bir uzun ötürmə irəliyə doğru. Marquinhos topa çatmır. Hər halda sona qədər mübarizə apardığı üçün onu alqışlamaq lazımdır. Kapsa. Weizmann. Dragan Çeran. Santos. Teymurov. Abuşov geriyə göndərir. Kamran Ağayev. Marquinhos bu dəfə də topu meydanda saxlaya bilmir Braziliyalı futbolçu. Tural Axundov yan xəttdən top oyuna daxil edəcək. Weizmann. Out. Bu dəqiqələrdə ötürmələrdə səhvlərin sayı da xeyli artıb. Topun çıxdığı yerdən oyuna daxil etmək lazımdır. Vüsal Əliyev məhz buna işarə edirdi. Dodo topladı. Tağzadə. Hüseynov. Yazaldı Pinto. Dodo. Zərgərov. Dragan Çeran. Yenidən Zərgərov. Topu kimi ötürəcəyinə baxır. Mərkəzli oynayır Stojanovic. Stojanoviçin zərbəsi və Kamran Ağayev küncdən zərbə olacaq. Çox təhlükəli zərbələri var. Stojanoviçin artıq bunu bugünkü görüşdə dəfələrlə nümayiş etdirib. Kamran Ağayev isə burada öz bacarını göstərir. Stojanovic yerinə yetirir küncdən zərbəni. Ötürmə mərkəzə doğru. Zərbə vuran tapılmadı. Osiako. Tural Axundov. Yenə də sağ tərəfə göndərir topu. Stojanovic. Qapı qarşı ötürmə və zərbə alınmadı yenə də. İlkin Qırtımov. Topu yüksəlsə də başla zərbəsi istənilən kimi olmadı. Stoyanovic'in ötürməsi isə çox yaxşı alınmışdı. Kamran Ağayev. Osiako. Çeran topa tərəf qaçır. Ruslan Abuşov onu qabaqladı. Kamran Ağayev. Dodo. Marquinhos. Cavid Hüseynov. Osiako. Vadim Abdullayev Osiako. Sağ tərəfə İlkin Qırtımov. Zərgərov. Qırtımov. Osiako. Topu hələ ki ala bilmir Qəbələnin futbolçuları. Cərimə daşısına tərəfə ötürmə.
Müşfiq Teymurovun nəzarəti ilə top meydanı tərk edir. Hakim Dodonun ayağa qalxmasını istəyir. Bir qədər əvvəlki epizodun təkrarını izləyirik. Burada topu komandasına qazandırmaq istəyirdi. Və Osiakonun əli onun sifətinə dəydi. Abuşov. Osiako. Zərgərov. Osiako. Lambot. Out. Müşfiq Teymurov top oyuna daxil etdi. Yazaldı Pinto. Lambot, Kapsa. Teymurov. Lambot. Və Ropotan hücumun qarşısını kəsir. ...58 dəqiqə Andrey Kristiya hücum xəttində oynuyordu. Mərkəz hücumçu kimi demək olar ki, heç nəliyyatda qalmadı və daha sonra Torinel Muntiano onu Yazaldı Pinto ilə əvəzləyir, amma Pinto da o qədər fəal deyil. Demək olar ki, irəlidə pressing tətbiq etmir, top uğrunda elə də yaxşı mübarizə aparmır. Və bir qədər əvvəlki epizodda da Ruslan Abuşovun ötürməsindən sonra topa tərəf qaçmadı. Və fikir verin, bu epizodda Dodo irəli çıxıb pressing tətbiq edir. Yazaldı Pinto'da isə biz bu cür pressingləri görmürük. Weitzman. Dodo. Cavid Senov. Ropotan. Topu qapının üstündən burada. Ümumiyyətlə top qapıdan aralı keçdi. Cavid Hüseynovu göstərirlər bizə. Zərbəni indirən də məhz Hüseynov idi. 77-ci dəqiqə artıq maçın əsas vaxtın başa çatmasına 14 dəqiqə vaxt qalıb. 1-1 hesablı bərabərliyi davam edir Qəbələ Simurq görüşündə. Abuşov. Pinto topu itirsə də ona qarşı qaydan pozulduğunu bildirir hakim. Ruslan Abuşov. Hüseynov. Camalov. Yenidən Hüseynov. Ötürmə səhv halında. Santos. Cavid Hüseynov. Marquinhos'a gəldi top. Marquinhos. Marquinhos. Zərbəsi o qədər də qüvvətli olmur və Pavel Kapsa topu tutdu. Bir daha təkrara baxırıq. Əlbəttə ki, daha qüvvətli cinaha doğru zərbə olsaydı, bəlkə də Pavel Kapsa da aciz qalardı bu zərbənin qarşısında. Camalov geri oynuyor, Ruslan Tağzadə. Santos. Ruslan Abuşov. Camalov. Yenidən oyun sonlarına doğru hücumlar əsasən Ruslan Abuşovun üzərində qurulur. Məhz onun uzun ötürmələri ilə komanda yoldaşları irəlidə top uğrundan mübarizə aparıb zərbə mövqeyinə çıxmağa çalışırlar. Tağzadə topu meydanda saxlaya bilmir. İlkin Qırtımov. Nəhayət ki, axətdən top oyuna daxil etdi. Samir Zərgərov, Qırtımov,
Qapı qarşı ötürmə yoxdur burada Simurqun heç bir oyuncusu və top meydanı tərk edir. Bəxtiyar Soltanov oyuna daxil olacaq. 79-cu dəqiqədə Marquinhos əvəzləyir. Azallı oyunda da meydana çıxmışdı Bəxtiyar Soltanov. Vaxtilə Bakıdakı oyunuyla diqqətləri özlərinə çəkmişdi. Son klubu isə Araz Naxçıvan idi. Abuşov topuğundan barza aparır. Stojanovic qapı qarşı ötürmə və gol! Dragan Çeran bu fürsəti gözləyirdi və 80-ci dəqiqədə Simurq 2-1 hesabı önə keçir. Bu dəfə Stojanovic məhsuldar ötürmənin müəllifi oldu. Dragan Stojanovic bir gol, bir məhsuldar ötürmə. İkinci golu isə Dragan Çeran vurdu. Qəbələ 1, Simurq 2 və yenə də çətin vəziyyətə düşür meydan sahibləri. Yenə də hesabda geridədirlər. Hesabı bərabərləşdirmək üçün isə təxminən 10-12 dəqiqə vaxt qalıb. Gəlin bir daha qolun təkrarına baxaq. Stojanovic burada cərimə meydançasına daxil oldu və Dragan Çeran'ı da çox yaxşı gördü. Çeran isə fürsəti qaçırmır. Cavid Hüseynov, Camalov, Ruslan Abuşov. Sol tərəf oynayır Qırtımov. Vadim Abdullayevin ötürməsi və qayda pozulub orada. Hakim oyunu saxlamışdı. Dərhal top oyuna daxil etdi Qəbələnin futbolçuları. Cərimə daşlarına tərəf ötürmə Weizmann. Camalov hücumu davam etdirir. Müşfiq Teymurov. Soltanov. Abuşov. Simurqun heyətində bir qədər sonra növbəti dəyişikliyi olacaq. Müşfiq Teymurov. Topu Bəxtiyar Soltanovu tərəf ötürə bilmir, amma orada 50 oyun var idi. Simurqun heyətində isə Stefan Polyak meydan kənarındadır və bir qədər sonra oyuna çıxacaq. Yarım müdafiə xəttini gücləndirmək istəyir Georgi Çixradze. Hələlik görüşün əsas qəhrəmanı Marko Stojanoviçi əvəzləyir Stefan Polyak. Amma hələlik dəyişikliyi deyəsən olmayacaq. Ruslan Abuşov cərimə zərbəsi yerinə yetirir 82-ci dəqiqədə. Hakim işarəsini verdi. Abuşovun uzun ötürməsi qapı qarşısına Pavel Kapsa. Tağzadə. Rafael Santos. Pinto. Cavid Hüseynov. Yenidən topladı. Milli komandamızın da şərəfini qoyurur. Camalov ötürdü topa. Camalov. Soltanov istiqamətində müdafiəçilər diqqətli oynayırlar. Çeran istiqamətində. Dragan Çeran top ələ keçirir. Zərbə indirə bilər. Çeran və 3-1. 83-cü dəqiqə Qəbələ 1, Simurq 3. Yenə də Dragan Çeran fərqlənir. Artıq hesabı dəyişmək çox çətin olacaq meydan sahibləri üçün. Ardıcıl ikinci qələbəsini qazanmağa çox yaxındır Simurq. Bir neçə gün bundan əvvəl öz meydanında Neftçini məlumiyyətə uğratdı. İndi isə Qəbələdə çətin Qəbələ səfərində 3-1 hesabı ilə öndədir Dragan Çeran. Ardıcıl 2 gol vurur və bu epizodda artıq hər şey özü edir. Nə Ruslan Abuşov, nə də Kamran Ağayev ona mane ola bildi.
Polyak isə oyuna daxil olacaq. Məhz Stojanoviçin əvəzinə. Bir qədər əvvəl onu oyunun əsas qəhrəmanı adlandırmışdıq. Amma əlbəttə ki, indi fikirlər müxtəlif ola bilər. Stojanoviç bir məhsuldar ötürmə, bir gol vurub və Dragan Çeran isə 2 dəfə fərqlənib. Yazalde Pinto. Camalov. Cavid Senov. Qayda pozulur. Əsas çatışmazlıq Qəbələ komandasında mənə gəlir ki, hücum xətti ilə bağlıdır. Yəni, son nöqtəni qoya biləcək bir hücumçu hal-hazırda görünmür komandada. Pinto, Kristia bu görüşdə heç nələ yadda qala bilmirlər. Və əlbəttə ki, irəlidə hücumçuların zəif təsir bağışlaması Dağər müdafiəçilərin də yavaş-yavaş irəli çıxmasına səbəb oldu və belə də müdafiədə boşluğa yarandı. Bu boşluqlardan isə Simur komandası layiqincə, lazımınca istifadə etdi və hal-hazırda 3-1 hesab öndədir. Daha bir hücum, bu dəfə isə ötürmə dəqiq olmadı. Kamran Ağayev. Pinto. Və Pavel Kapsa top ələ keçirir. Əlbəttə, Qəbələnin ardıcıl 2 turda 3 gol buraxmasından sonra müdafiə xəttinin də zəif təsir bağışladığını söyləmək olar. Bu mənada əlbəttə ki, razıyam. Amma digər tərəfdən, yəni müdafiə xətti istənilən komandada təkcə müdafiəçilərdən asılı olmur. Yəni, sistemli şəkildə müdafiə olunmaq lazımdır. Belə vəziyyətdə yarım müdafiəçilərin də köməyinə ehtiyac olur. Yəni, əsasən də dayaq müdafiəçiləri də müəyyən mənada müdafiəçilərə kömək etməlidirlər. Məhz buna görə də məhz komandanın dayağı sayılırlar. Yəni, dayaq müdafiəçisi sayılırlar. Bəzən onlar gecikirlər. Belə də mərkəz müdafiəçiləri bir qədər irəli çıxmalı olur. Digər cinah müdafiəçiləri də bəzi onları sığortalamalı olur. Bəzi oyuncular gecikir. Ümumiyyətlə, yəni sistemli şəkildə hər şey düzgün qaydada qurulmalıdır. Bu mənada da əslində əlbəttə ki, Qəbələ komandasında müəyyən problemlər var. İlk hissədə biz görürük, xəttlər arası əlaqə o qədər də yüksək səviyyədə deyil. Sağ tərəfə ötürmə İlkin Qırtımov istiqamətində. Müşfiq Teymurov. Pinto. Cavid Senov. Ötürmə cərimə daşlasına tərəf dəqiq olmadı. Əlbəttə ki, belə oyunlarda, belə çətin anlarda komandanın liderləri də oyunu özlərini götürməyə bacarmalıdırlar. Liderlik keyfiyyətlərini nümayiş etdirməlidirlər. Dodo, Cavid Senov. Amma onların da bugün oyuna alınmır. Ropotan isə yenə də pressing tətbiq etməyə başlayıb. Sərt oyunu ilə qeyd etdiyimiz kimi seçilən bir futbolçu da artıq pasivində bir sarı vərəqə var. Əlbəttə ki, daha diqqətli olmalıdır. Simur komandasından da aşağısı olsaq, əlbəttə, bu oyunda əsas diqqəti məhz müdafiə yönəltmişdi. Adətən, ümumiyyətlə, biz Simurgu bu cür oynadığını görürük. Böyük qüvvələ müdafiə olmağa çalışır və öz imkanlarından maksimum istifadə etməyə çalışır və bugünkü qarşılaşmada da öz istəyinə çatdı. Səbirlə, təmkinli şəkildə öz imkanlarını gözlədi. Rəqibin müdafiə xəttindəki həmin o boşluqların yaranmasını, həmin o səhvləri sanki gözlədilər və öz istəklərinə də
çatdılar. Qonaqların daha bir hücumunu izləyəcəyik. Sağ cinahdan İlkin Qırtımov topladı. Əli Gökdəmir meydana daxil olandan sonra demək olar ki, görünmür. Rafael Santos topladı və Gökdəmiri biz ekranlarda gördük. Bəxtiyar Soltanov. Tural Axundov qaydanı pozur. Cərmə zərbəsi yerinə yetirəcək Qəbələnin futbolçuları. Bəxtiyar Soltanov, Müşfiq Teymurov. Ropotanın ötürməsi irəliyə doğru. Yazalda Pinto. Pinto. Zərbə indirə bilər. Yazalda Pinto. Top Weizmana dəydi. Lambot. Tağzadə. Polyak. Abuşov. Dragan Çeran. Çerandan sol tərəfə. Samir Zərgərov oyundan kənar vəziyyətə düşür. Osiako. Lambot. Qırtımov. Mərkəzlə oynayır. Vadim Abdullayev, Osiako, Polyak. Bəxtiyar Soltanov. Əsas vaxtda 3 dəqiqə əlavə olunur. Bəxtiyar Soltanov. Geriyə qayıtmaq məcburiyyətində qaldı. Cavid Hüseynov. Soltanov. Ropotan. Cavid Hüseynov, Ropotan. Yazalda Pinto. Müşfiq Teymurov. Və qapı qarşısında ötürmə də istənilən kimi alınmır. Pavel Kapsa. Kapsa qüvvətli zərbələ top irəli vurur. Kamran Ağayevə gəldi top. Bu dəqiqələrdə yenə də Qəbələ şəhərində yağış güclənib. Kamran Ağayevdən qüvvətli zərbə irəliyə doğru. Dodo. Weizman. Top meydanı tərk edir. Daha bir dəyişiklik bu dəfədə Simurgun heyətində. Dragan Çeran meydanı tərk edir. Bu 2 gol vurdu. Və onu Lukas Presnak əvəzləyəcək. Yazalda Pinto. Ötürmə qapı qarşısına. Zərbə vurmaq mümkün olmadı. Amma küncdən zərbə olacaq. Son olaraq Weizman topa toxunmuşdu. Qapı qarşısı ötürmə və gol! Bəxtiyar Soltanov hesab arasındakı fərqi azaldır. 2-3 və təxminən 1 dəqiqə vaxt var. Ümidlənəcək əlbəttə ki, Qəbələ komandası. Və görək qarşıdakı 1 dəqiqə ərzində nəsə etmək mümkün olacaq mı? Gol isə həqiqətən də gözəl alındı. Cavid Hüseynovun yaxın küncə doğru ötürməsi və Bəxtiyar Soltanovun başla zərbəsi. Böyük qüvvəli irəli atılır Qəbələ komandası. Cərmə zərbəsini isə Kamran Ağayev yerinə yetirdi. Uzun ötürmə cərmə meydançasına tərəf dəqiq olmadı. Kapsa. Əlbəttə ki, müəyyən qədər vaxt qazandıracaq komandasına. Və Vüsal Əliyev maçın final fitini səsləndirir, hörmətli tamaşaçılar. Qeyd edim ki, siz Azərbaycan televiziyasında Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçilən Qəbələ Simurq oyunu izlədiniz. Bu görüşdə qonaqlar 3-2 hesabı ilə
qələbə qazandılar. Biz isə artıq Qəbələ şəhərindən canlı yayım